Əziz dostlar, hər vaxtınız xeyir olsun, sabahınız xeyir olsun, günlərimiz uğurlu olsun. Tutulan namazdır, qılınan namazları, tutulan oruçlar Allah qəbul etsin. Bu oruçluq Ramazan ayı haqqında bir iki məlumatlar verəcəm sizə. Bunlar əslində nədir? Kim bunu bağlayır Quranla, kitabla, bunun nə Qurana, nə kitaba, heç bir dinə bunun dəxli yoxdur. Urusların da, hətta uruslar da Qurandan əvvəl onlar post deyirlər, post. Yəni sərhəd saxlamaq. Postları var onların da. Onlar da oruç tuturlar. Onların baptistlər var. Onlar xüsusi din növüdür. Onlar da içmirlər, donuz əti yeyirlər. Ruslarda belə bir təriqət var. Oruç tuturlar onlar da. Onlara ibadət edirlər. Evin bir üçüncüdə durur, biləyə dururlar. Biz içmirlər, ancaq onlar ibadət, əyilib qalxar ibadətləri var. Mən onların məişətini bələdəm. Yəni oruçluq ayı bütün dinlərdən çox qədir. Adəmdən üzü bəri gəlir oruçluq ayı. Oruçluq yəni Ramazan sözü mənası yandırmaq demək nədir? Nəyə yandırırıq? Əslində biz insan bədəndə burada tam söhbət xüsusi fizioloji prosesdən gedir. Bədənin sağlamlığından gedir söhbət. Burada başqa heç bir şey yoxdur. Bu ilahi tərəfini başqa cür izah edəcəm sizə. İlahi tərəfi nədir? Bu oruçluq ayı insanın bədənində olan il boyu ərzində yediyi, içdiyi qidalardan yığılan toksinlərin, zərərlərin bədəndən təmizləmə prosesi gedir. İnsan bədəninə tərki ağaçlarda, meyvələrdə qurt yaranır öz-özünə. İnsanın da bədənində eləyən ki, qurtlar yaranır. Yediyimiz qidadan, ətrafdakı mühitdən, həşəratdan, havadan keçir toxumaları bədəndə insan qurtlar yaranır. Tam oruçluq tutanda özü də oruçluq əslində tutulmalı tam sırf təbii qidalarla. Allah rəhmət eylesin, İqdaməli kişi var idi burada Balaxanlı. Deyir də orucu səhv tuturlar. Oruç gərək tam çiğ qidalarla tuturlar. Mən sonra doktor bir kitabını oxudum ki, insan orqanını məhv edən ən böyük vəsitələrdən biri bişmiş qidalardır. Bu bişmiş qidaları təşkil edən duz, yağ, müəyyən xolesterin falan fismişə insan bədənini çirkləndirir. 30 gün müddətində bədəni o rejimə salaraq bədən bütün toksinlərdən azad olur. Bədən sağlamlaşır. Orucun fəlsəfəsi budur. Yandırırıq. Bədəndəki biz o toksinləri yandırırıq. Niyə yandırırıq? Necə yandırırıq? Bədən ac qaldıqca içindəki olan öz enerji balansını təmin etmək üçün içində qalan o artıq maddələri başlayır enerji şəklində yandırmağa. Onu bədəni isitməyə, gözün görməsinə, qanın dövr etməsinə, insanın hərəkət etməyinə enerji lazımdır. O toksinləri enerji şəklində, bədənə faydalı şəkildə həyata keçirir. Elə bir ki, evdə çörəyin qutarıb, bax, təsəvvür edin. Çörək ala bilmirsən, produkt almışsın.